Bəli, indi bir canlı bağlantımız olacaq. Astaraya bağlanacağıq. Çünki Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə deməli təxliyə prosesi davam edir. Məlum bu İrandakı gərginliklə əlaqədar və əməkdaşımız Cavid İmaməliyev hazırda Astara dövlət sərhədindən buraxılış məntəqəsindədir. Bu gün nə qədər deməli vətəndaş təxliyə olunub, bu saata olan son məlumatları Cavid sizdən eşidək. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir Novruz. ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam edir. 28 fevral saat 08:00-dan indiyənədək 300-ə yaxın Azərbaycan və 1500-dən çox əcnəbi vətəndaş ölkəmizə təxliyə edilib. Ümumilikdə isə 48 ölkənin vətəndaşı İrandan ölkəmizə təxliyə edilib. Həmçinin bir məlumat da diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün gecə saatlarında BMT-nin Təhlükəsizlik və Mühafizə Departamentinin 15 əməkdaşı ölkəmizə təxliyə edilib. Eyni zamanda müxtəlif ölkələrin diplomatik nümayəndələri də ailələri ilə birlikdə təhlükəsiz formada İrandan ölkəmizə təxliyə edilir. Və bir məlumat da diqqətinizə çatdırmaq istəyirəm ki, Türkiyə-İran sərhəddində vətəndaşların keçidi məhdudlaşdırılıb. Bu barədə Türkiyə Ticarət Naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə yük avtomobillərinin keçidinə icazə verilsə də vətəndaşların keçidi qadağandır. Və bununla da Azərbaycan İrandan təxliyə edilən vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır. Həmçinin Nazirlər Kabineti Azərbaycan-İran sərhəddindən yük avtomobillərinin keçidi ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən Azərbaycana məxsus yük avtomobilləri və İrana məxsus yük avtomobilləri Biləsuvar, Culfa və Astara dövlət sərhəddindən buraxılış məntəqələrindən keçid edə bilərlər. Xatırladaq ki, dünən İranın Naxçıvan Muxtar Respublikasına hücumlarından sonra Azərbaycan-İran sərhəddində yük avtomobillərinin keçidi məhdudlaşdırılmışdı. Lakin yeni qərara əsasən Azərbaycandan İrana məxsus yük maşınları, İrandan isə Azərbaycana məxsus yük avtomobilləri keçid edə bilərlər. Biz isə hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. İndiyənə qədər 300-ə yaxın Azərbaycan vətəndaşı və 1500-dən çox Azərbaycan vətəndaşı ölkəmizə təxliyə edilib. Təxliyə edilənlər üçün burada hər bir şərait yaradılıb. Onlar xüsusi avtobuslarla öncə paytaxtda, oradan isə ölkələrinə qayıdılırlar. Bu sahada mənim çatdıracaqlarım bu qədər. Novruz, söz yenidən sizdədir. Təşəkkür edirəm Cavid. Ətraflı məlumat verdiyiniz üçün Cavid İmaməliyev Astara dövlət sərhədindən buraxılış məntəqəsindən bizimlə canlı bağlantıdaydı.